Salam, heç düşünübsüz ki, təhsildə əzbərçilikdən daha artığı olmalıdır. Bugün biz sizin təhsilə baxışınızı, yəni tamamilə dəyişə biləcək bir fəlsəfədən danışacağıq. Kvant öyrənməsindən. Gəlin elə indi başlayaq. Yəqin ki, bu sual çoxumuza tanış gəlir, elə deyilmi? Yəni, əgər ənənəvi təhsil ancaq əzbərçiliyə yönəlibsə, bəlkə də biz nəsə çox vacib bir şeyi gözdən qaçırırıq. Bax, kvant öyrənməsi də məhz bu boşluğu doldurmaq, öyrənməyə daha dərin, daha həqiqi bir məna qatmaq üçündür. Yaxşı, bəs kvant öyrənməsi əslində nədir? Gəlin belə təsəvvür edək. Təhsil sadəcə faktları yadda saxlamaq deyil, həm də kim olduğunuzu və nələrə qadir olduğunuzu kəşf etmək üçün bir səyahətdir. Yəni, bu yanaşma deyir ki, gəlin əzbərçiliyi bir kənara qoyaq, əsas diqqəti öz potensialımızı üzə çıxarmağa yönəldək. Yəni, burada əsas məqsəd sadəcə yüksək qiymətlər almaq deyil, ondan daha dərin bir şeydir. Məqsəd insanın özünün ən yaxşı versiyasına çevrilməsidir. Və bu, əslində, təhsilin bütün məqsədini dəyişir. Artıq söhbət xarici göstəricilərdən yox, insanın daxili inkişafından gedir. Bu, fundamental bir fərqdir. Onu da deyim ki, kvant öyrənməsi tək bir nəzəriyyə deyil, yox. Bu, əslində, müasir öyrənmə konsepsiyalarının, məsələn, neyrolingvistik proqramlaşdırma, yəni qısaca NLP-nin güclü bir birləşməsidir. NLP, dilin və düşüncə tərzimizin davranışlarımıza necə təsir etdiyini araşdırır. Kvant öyrənməsi də bax bu prinsiplərdən istifadə edir ki, beynimizin təbii olaraq necə öyrəndiyini anlasın və ona uyğunlaşsın. Yaxşı, bəs bu fəlsəfənin təməlində nə dayanır? Gəlin indi bu yanaşmanın, belə deyək, fəlsəfi DNT-sini təşkil edən 5 əsas rəhbər prinsipə baxaq. Bütün yanaşmanın canı məhz bu prinsiplərdir. Gəlin bu prinsipləri bir-bir açaq, görək nə deməkdir. Deməli, birincisi, hər şey danışır. Yəni, müəllimin bədən dilindən tutmuş, sinifdə divardakı posterlərə qədər hər bir detal öyrənmə prosesinə birbaşa təsir edir. İkincisi, hər şey məqsədlidir. Yəni, hər bir tapşırığın, hər bir fəaliyyətin aydın bir öyrənmə hədəfi olmalıdır. Üçüncüsü, etiketləmədən əvvəl təcrübə. Bu o deməkdir ki, nəzəriyyədən əvvəl praktikada nəsə sınamaq anlayışı daha da gücləndirir. Dördüncüsü, hər cəhdi dəyərləndirmək. Hətta cavab səhv olsa belə, göstərilən səy mütləq təqdir edilməlidir. Bu da insanı risk almaqdan qorxmamağa həvəsləndirir. Və son olaraq, öyrənməni qeyd etmək. Hətta ən kiçik bir uğurun belə qeyd olunması motivasiyanı inanılmaz dərəcədə artırır və öyrənməyi pozitiv, hətta əyləncəli bir təcrübəyə çevirir. Yaxşı, bəs bütün bu fəlsəfəni real həyatda necə tətbiq etmək olar? Əla sualdır. Cavab, uğurun qapılarını açan 8 güclü düşüncə tərzindədir. Biz buna mükəmməlliyin 8 açarı deyirik. Gəlin indi bu açarları bir-bir açaq və görək söhbət nədən gedir. Deməli, birinci açarımız bütünlükdür. Bu sadəcə dürüst olmaq demək deyil, həm də sözlərinizlə əməllərinizin bir olmasıdır. Yəni, öyrənmə prosesində özünə qarşı səmimi olmaq və prinsiplərinə sadiq qalmaqdır. İkinci açar, xətalar uğura aparır. Bu, çox vacibdir. Səhvlərə uğursuzluq kimi yox, öyrənmək üçün bir fürsət kimi baxmaq lazımdır. Unutmayın ki, səhv deyə bir şey əslində yoxdur. Yalnız nəticələr var və o nəticələrdən çıxarılacaq dərslər var. Hər səhv əslində sizi hədəfinizə bir addım da yaxınlaşdırır. Keçdik üçüncü açara. Yaxşı məqsədlə danışmaq. Bilirsiniz, sözləriniz ya körpülər qura bilər, ya da divarlar hörə bilər. Bu prinsip bizi dedikodudan, negativlikdən uzaq durmağa çağırır. Əvəzində isə dürüst, aydın və başqalarını ruhlandıran bir ünsiyyət qurmağı təşviq edir. Dördüncü açarımız isə diqqəti məqsədə yönəltməkdir. Bu, gördüyünüz işə tamamilə fokuslanmaq, bütün diqqətinizi və enerjinizi məhz o an üçün həmin işə həsr etmək deməkdir. Hər bir işə canla başla yanaşanda nəticələr də sözsüz ki, mükəmməl olur. Gəldik 5-ci açara. Qərarlılıq. Bu, sadəcə söz vermək deyil, o sözün nəyin bahasına olursa olsun yerinə yetirməkdir. Aydın bir missiyanız olanda və öhdəliklərinizə sadiq qalanda ən çətin zirvələri belə fəth etmək mümkündür. 6-cı açarımız sahiblikdir. Bu nə deməkdir? Bu, nəticələrə görə başqalarını və ya şəraiti günahlandırmaq əvəzinə məsuliyyəti tamamilə öz üzərinə götürməkdir. Uğurlarınız da, səhvləriniz də sizindir və bu düşüncə tərzi sizə əsl güc verir. 7-ci açar isə çeviklikdir.
Həyatdakı maneələr qarşısında qaya kimi sərt dayanmaq əvəzinə çay kimi axmağı bacarmaqdır. Əgər bir yol işə yaramırsa, məqsədinizə çatmaq üçün yeni yanaşmalar, yeni yollar sınamaqdan heç vaxt çəkinməyin. Və nəhayət 8-ci və sonuncu açarımız balansdır. Əsl uğur təkcə zehni inkişafla deyil, həm də fiziki sağlamlıq və daxili huzurla mümkündür. Zəkanızı, bədəninizi və ruhunuzu bir harmoniya içində saxlamaq mükəmməlliyə aparan yolun təməlidir. Amma təkcə doğru düşüncə tərzi ilə iş bitmir. Bu tənliyin sadəcə bir hissəsidir. Kvant öyrənməsinə görə uğur qazanmaq üçün ideal bir mühitin yaradılması da ən azı düşüncə tərzi qədər vacibdir. Gəlin indi bu mühitin elementlərinə baxaq. Hər şeyin təməlində, yəni əsasında mühit dayanır. Söhbət nədən gedir? Bu elə bir məkandır ki, orada şagirdlər risk almaqdan qorxmur, özlərini tam təhlükəsiz və dəstəklənmiş hiss edirlər. Bax, belə bir mühit diqqəti toplamaq və motivasiyanı yüksək saxlamaq üçün şərtdir. Növbəti vacib elementimiz dizayndır. Bu nə deməkdir? Bu, dərsin məzmununun və quruluşunun necə təqdim edilməsidir. Təsəvvür edin, məlumat sadəcə quru faktlar yığını kimi yox, hekayələr, oyunlar və ya vizual elementlərlə təqdim olunur. Bu, onu sadəcə maraqlı yox, həm də çox yadda qalan edir. Və nəhayət, gəldik atmosferə. Bu, öyrənmə məkanını əhatə edən həm fiziki, həm də duyğusal mühitdir. Yəni, musiqi, rənglər, hətta otağın quruluşu kimi elementlər belə beynin təbii marağını oyatmaq, yaradıcılığı artırmaq üçün xüsusi olaraq istifadə olunur. Yaxşı, bütün bu danışdıqlarımız çox gözəl səslənir, bəs həqiqətən işə yarayırmı? Gəlin faktlara, sübutlara baxaq. Əldə edilən nəticələr açığı olduqca təsir edicidir. Deməli, bu yanaşmanın nə qədər effektiv olduğunu yoxlamaq üçün çox geniş miqyaslı bir araşdırma aparılıb. Və burada söhbət 8 yaşından 25 yaşına dək 13.675 nəfərdən gedir. Bu, nəticələrin nə qədər etibarlı və əhəmiyyətli olduğunu göstərir. İndi isə gəldik ən maraqlı yerə, nəticələrə. Rəqəmlər həqiqətən də heyrətamizdir. Baxın, akademik uğurda 73% artım, özünə inamda 81%, özünə hörmətdə isə təsəvvür edin, 84%lik bir artım müşahidə olunub. Yəni bu rəqəmlər açıq-aydın göstərir ki, kvant öyrənməsi təkcə qiymətləri yox, insanın özünü bütöv bir fərd kimi inkişaf etdirir. Amma gözləyin, bəlkə də ən təsirli rəqəm budur. 98%. Bu nədir? Bu, öyrənilən müsbət davranışların uzun müddətli olaraq davam etməsindəki artımdır. Yəni bu o deməkdir ki, kvant öyrənməsi sadəcə müvəqqəti bir təsir yaratmır. Əksinə, insanın həyatında həqiqi və qalıcı bir dəyişikliyə, bir transformasiyaya səbəb olur. Beləliklə, kvant öyrənməsinə olan bu kiçik səyahətimizin sonuna gəldik, amma unutmayın, bu bir son deyil. Əksinə, sizin üçün yeni bir başlanğıc ola bilər. Bir anlıq düşünün, bugün danışdığımız mükəmməllik açarlarından hansı birini elə bugündən öz həyatınızda tətbiq edə bilərsiniz? Öz potensialınızı tam üzə çıxarmaq üçün atacağınız o ilk addım hansı olacaq? Bu barədə düşünməyə dəyər. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.